İndi bəzi hallar bizdə misal var, amma qarnıq qalmasın. O da müəyyən sahələrdə, mənalarda maraqlı kino idi təbii ki. Hamısı yox, hər şey yox təbii ki. Onu görmüşüm, çıxmışım mən qarşıma o, baxmışım həmin yerinə. Baxmaq lazımdır. Müəyyən şey var ki, biz baxaq. Yəni bizim dünya görüşümüz gərək əhatəli olsun, sırf dini yox. Danışanda psixologiyadan, hüquqdan, dünyadan, nə misal vur. Yəni ortaya qoy savad ver. Yəni burada həmçinin bir nəfər adamı gördülər. O adam da ki, bəs mən əməllə görüşürəm. Nə ki elə? Hamıla görüşürəm. Bəs mən nə deyirəm qəbullə. Odur ki, hə. Necə yəni hə? Kimdir, nəçidir? Bir nəfər gəlib sənin qapıva qızığı istəyir. Həm də verəcəksən. Neçə ay axtarırsan, ağlayansan, oğlan kimdir, nəçidir, necə insandır. Haqqın da var. Çünki insandır da, niyə mən qızım bədbəxt olsun, belə çəksin əziyyət. Sən necə dinin paylaşımının təfsirləri tamamen bir şəxsin icazəsi ilə oturdurursan. O sənə ki, hə, bu paylaş və paylaşma. Məhəddis Nuri, ikinci onu deyib qutaraq bunu. Məhəddis Nuri, dedi o, Fəsil Oxtabın müəllifidir. Bu kitabdan bəhrələnir. Ha kitabdan Ənvar Numaniyyə. Ustadı Cəzairi kitabından. Ondan bəhrələnir. Kitab təhrif əqidəsinin əsl mənbəsi kimi göstərilir. Kitab təhrif əqidəsinin əsl mənbəyi kimi göstərilir. Bu təhrifə meyl olan bir kitab kimidir budur. Yəni Quran-ı Kərimin alənin təhrif olunması ünvanında əsl kitab bax budur. Burada qeyd olunur ki, Quran təhrif olunub. Fəsil Xitab, səhifə 250, Ənvar Numaniyyə, cild 2, səhifə 257-də və s. Cild 1-də də var. O məşhur qiraətləri səhv bilinmiş, oxumuşlar qiraətlər. Bunlar da hamısı boş şeylərdir. Nə deyirsə, o mənə deyib, o mən görüşmüşdüm bağçada, çöldə, dağda, harda ki, mənlə görüşürəm filan. Yəni, əsas o deyəndir. 7 dənə qiraət, bunlar da boş şeylərdir. Ənvar Numaniyyə, cild 2, səhifə 357-də. Əhl-i-Beyti tərifləyən ayə var, tərifli Əhl-i-Beyti. Əhl-i-Beyti tərifləyən və münafiqləri pisləyən adları ilə olan ayələr Quran-ı Kərimdə olub, sonra yox olub. Bu da harada qeyd olunub? Ənvar Numaniyyə, cild 1, səhifə 97 və 98-də. Orada yazılıb ki, güya əvvəllər Əhl-i-Beytin adı Quran-ı Kərimdə olub, amma sonradan silinib. Güya Əhl-i-İslamı İmam Peyğəmbər sevməyən münafiqin adları Quran-ı Kərimdə olub, sonradan silinib. Yəni təhrifə meyillidir bu adamlar. Quranda da var, deyirlər Ələstu aləmi. Ələstu aləmi, eşitmisiniz? Ələstu, zər aləmi, ruhlar aləmi. Var bənim çıxışım var YouTube-da. Əraf 172-ci ayə. Ələstu bi rabbikum, Rəbbiniz deyiləmmi? Qalu bəla. Hamı demişik ki, bəli, sən bizim Rəbbimizsən. Deyir, bax, burada onlar deyirlər. Ayın arasında bir söz var, düşüb. Güya Quran-ı Kərim təhrif olub, və orada bir söz düşüb orada. Nədir o? Deyir, Ələstu bi rabbikum, Muhammedun nəbiyyukum və aliyyül imamikum. Mən sizin Rəbbiniz, Məhəmməd sizin Peyğəmbəriniz, Əli sizin imamınız deyilmi? Dedik, bəli. Deyir, bu cümlə orada düşüb. Kim ki bu Cəzairi və Fəsil Oxtabın müəllifi, nədir bunun adı? Məhəddis Nuri, deyirlər ki, əvvəl belə olub. Onlar deyirlər, biz demirik. İmamiyyə alimlərinə irad bildirirlər bizə. Bizə deyirlər ki, nə üçün üsul-i-dində əqli dəlili, mümkün dərs biraz ağır olsun sizə. Ünvaram ki, maşallah, yəni, zehniniz tab gətirir, ağır elə olmaz. Çünki bu dərsçi bəzi həm təhqiqatdır, həm fakültədir, həm ağır mövzudur təhrif, həm də ki, magister aspirantın dərsidir mən keçəcəm sizə. Oxuduqlarım, bizim dərsi var, yaxşı kitab, orada yoxdur. Mən sırf birbaşa o dərsi mən sizə öz qeydlərindən deyirəm ki, kitabında ərəb faslında eləmişəm tərcümə özüm oxuya bilmirəm, heç mi oxuya bilmir xəttimi. Onlar gəlib bizə deyirlər ki, İmamiyyə, nə üçün üsul dində, nədir üsul din? İdeologiya. İdeologiyada əqli dəlili, nəqli dəlilə müqəddəm edirsiniz. Birinci üsul dindir, sonra Freud dindir. Əqli dəlilə ideologiya, Allah, Peyğəmbər, adillik, cənnət, cəhənnəm, imamlar və birinci ağılla olan sübutları qoyursunuz. Sonra deməli nəqli, yəni
yazılmış qanunları. Quran belədir, məsələn, ayə budur filan və s. Deyir, niyə birinci ağılı dəlillərə siz qəbul edirsiniz, sonra qəbul edirsiniz nəqli dəlilləri. Onlar bizə sual verirlər. Məsələn, əqli dəlillə Peyğəmbərin səhv etməməsini isbat edirsiniz. Bu barədə dəstəmiz var. Peyğəmbər ağılla, hələ nəqli dəlil, ayə, hədis kənara qoyuruq. Ağlı dəlillərlə ortaya qoyulur ki, Peyğəmbərimiz günah eləməyib. Hədis bu barədə varsa, ağla niyə ehtiyac? Bunlar çünki ağlı çox qəbul eləmirlər, bunların bir dəstəsi. Bəzi sırf ağılla gedir, ayə, hədisi öz başına yozurlar. Əxbarın bir dəstəsi. Əxbarın bir dəstəsi ağlı qəbul eləmir, ağıl, heç nə. Ancaq hədis nədir? Məsələn, içində Peyğəmbər məsum deyil. Ne yazırsa odur. Sən niyə almışa salsan? Deyir, ki, Quran deyir də, əfələ təqilun, yətəfəkkərun, tədəbbür eləmirsiniz, ağıl işlətmirsiniz. Quran deyir də bunu. Mən də Quran əksən gedim, ağlı saxlayım, gedim sırf nəqlə. Ağlı lazımdır, nəqli rəvayətlərlə qəbuldur. Ənvar Nu'maniyyət cild 1 səhifə 131-də bunu deyir. Bu yollara, rəvayətlərə baxıb təhrifə qail oldular. Dedilər ki, əqli dəlil yox, ancaq nəqli. Bu sözlər, bu fikirlərlə. Amma Molla Möhsen Feyz Kaşani, ki, şişə alimidir, böyük alimdir, onların bu iddiasının qarşısında 3 dənə kitab yazdı. Bir də hamısı bir növ isbatlarının rəddiyəsini var. Sən səhv danışsan, ay əxbari, əqlinlə gücü var filan və s. Elmul Yəqin, Əs-Safi, Əl-Vafi. 3 kitab yazıb bunların fikirlərin əleyhinə. Və bu cümlə deyim tutaraq. Mutaffifin 17-ci ayə. Quranda ayəmizdir. Həzəlləzi kuntum bihi tukəzzibun. Quranda ayəmizdir. Deyir, bu ayəni gəlib dedilər ki, həzəlləzi kuntum bihi tukəzzibun. Mən şöyle ayə tapım kitabdan. Dəftərində var. Sən kitabın özünə baxan. Tapa bilsəm. Mutaffifin 17-dədir. Üzr istəyirəm, təkzibun, təkfirini oxuram deyə mən boşa davam edim. Həzəlləzi, bəli. Həzəlləzi kuntum bihi tukəzzibun. Bu həmin o şeydir ki, siz onu inkar edirsiniz. İmam Kazım deyir ki, məqsəd əlil İslamdır. Yəni əlili inkar etdiyiniz üçün belə siz bəlaya düçar olursunuz və s. Allah sizə qəbul etmir və s. Deyirlər ki, əvvələ bu ayənin içində bu olub. Həzəlləzi kuntum bihi tukəzzibun. Vilayəti Əli. Deyir ki, bu ayə deyil. Əvvəl demişik biz. Ayənin bölümündə haşiyyə və yazılan izahdır. Tənzil, yəni şən-i nuzul. Tənzil, yəni nə üçün gəlib ayə? Fi Aliyin, Əli barəsində. Nə ki, adə Əli var. Təfsirçilər deyirlər ki, o Əli cümlə, o təhrifçilər, təfsirçi yox, təhrifçilər. Kim ki deyir, Quran-Kərim təhrif olub, o dedilər ki, orada Əli adı olub, oradan çıxarılıb. Onların fikrinə əsasən. Bu qədər. İnşallah 2-ci saat görüşək dərsimizin davamında. Allah elmimizi artıq etsin. Amin. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil faracahum.